Dördüncü tapşırıq həcmimiz verilir. Yəni V bərabərdir 50 kub santimetr. Metr kubuna çevirsək 1 santimetr 10 üstü mənfi 2 metr olduğu üçün kubu da 50 vur 10 üstü mənfi 6 metrin kubu olacaq. Və sıxlıq istənir. Sıxlıq n bölünsün V düsturundan tapıla bilər. Həcmimiz 50 vur 10 üstü mənfi 6-dır. Kütləmiz isə əvəzləyici qüvvə təcilin qrafikindən istifadə olunaraq tapılır. F əvəzləyici bölünsün A, yəni 4'ü 10'a bölsək 0,4 kilogram olacaq. Və buradan da yerinə qoysaq 0,4'ü və hesablamamızı davam elətdirsək 10 üstü mənfi vursaq, buradan belə yaza bilərik 4 vur 10 üstü mənfi 1, 5 vurulsun, 10 üstünü ayırdım buradan 1'i, 10 üstü mənfi 6'ya vurularsa 10 üstü mənfi 5 və buradan 4'ü 5'e bölsək 0,8 və buradan da bölünsə 10 üstü müsbət 4, yəni 8000 kilogram bölünsün metr kubu almış oluruq.